Salam əziz altıncılar, indi isə gələcəyin nəqliyyatı Elon Musk uğurun sirləri dərsinin ev tapşırıqları ilə tanış olaq. Gəlin tapşırıqlarımızla tanış olaq. Bu tapşırıqlar dərsimizin ikinci hissəsinə aiddir. Əsrin avtomobili hansı maşın idi? Üstünlükləri nədən ibarət idi? Növbəti tapşırığımız dəmir adam ifadəsi işlənməsi kimin adı ilə bağlı idi? Bu haqda geniş məlumat verərsiniz. Nəyə görə həmin şəxsə dəmir adam deyilirdi? Növbəti tapşırığımız Elon Musk'ın xarakterini müəyyən edin. O hansı xarakterə malik idi? Ona həyatda uğur qazandıran hansı xarakteri olmuşdu? Növbəti tapşırığımız Elon Musk'ın həyatındakı və fəaliyyətindəki faktları seçib yazarsınız. Faktlarla bağlı məlumatları qeyd etməyi unutmayın. Gördüyünüz kimi cədvəldə sol tərəfdə faktlar, sağ tərəfdə isə həmin faktlarla bağlı əlavə məlumatlar yaza bilərsiniz. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.